Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə yaş məsələsinə aid belə bir məsələnin izahına baxacağıq. Aralarında 2 il yaş fərqi olan 4 qardaşın yaşlarının cəmi 48-dir. Kiçik qardaşın neçə yaşı var? Adətən belə məsələləri tənlik qurmaqla həll edirik. Yazırıq x, x üstə gəlinsin 2, x üstə gəlinsin 4. Nə üçün 2 4-dən istifadə etdik? Çünki aralarında 2 il yaş fərqi var. X üstə gəlinsin 6. Bu 4 qardaşın yaşıdır və bunların cəmini bərabər edəcəm 48-ə. Daha sonra tərəf-tərəfə toplayacağım. 4x üstə gəlinsin 2, 4, 6 topladıq etdi 12 bərabərdir 48-ə. 4x də bərabərdir. 48-dən 12 çıxacağım 36. X də bərabərdir. 36-nı 4-ə böləcəm, edəcək 9. Daha sonra x-in yerinə gedib 9-u yerləşdiririk. Və bizdən kiçik qardaşın yaşını soruşduğu üçün bizim cavabımız olacaq 9, yəni B variantı.